Ayə və hədislərdən məlum olur ki, ixlas ibadətin bünövrəsi və həqiqətidir. İxlas tabelik və bəndəlik ruhudur. İxlassız ibadətin heç bir mənası yoxdur. Niyyəti şirk və riyadan paklaşdırmağa ixlas deyilir. İxlas mənəvi əməl olduğundan onun zahiri gözəllik və işin həcmi ilə ölçmək olmaz. İmam Sadiq əleyhissalam buyurur, namaz, qiyam, ruku, səcdə, oturub durmaq deyil. Əksinə namaz sənin saf niyyətin və Allahı sevməyindir. Namazı yalnız Allahın razılığı üçün qılmaq ixlas və saf niyyətdir. Xalis əməl odur ki, Allahdan başqası üçün yerinə yetirilməsin. İxlas bir neçə mərhələyə malikdir. İlk növbədə ibadət riya və özünü nümayiş etdirməkdən pak olmalıdır. Hər kim savab və ya diləyinin yerinə yetirilməsi üçün ibadət edərsə, əməli düzdür. Və bu cür niyyət ixlasla olarsa eybi yoxdur. Kamil ixlaslı bəndənin qəlbində Allahdan başqa bir şey olmamalıdır. İmam Sadiq əleyhissalam deyir ki, bəndə üçün ən üstün nemət odur ki, qəlbində Allahdan başqa bir şey olmasın. İxlas bütün ibadətlərin ümumi şərtlərindən sayılır. Fəqihlər onu əməlin düzgünlüyü adlandırır. Həkimlər əməlin qəbul olunması, ariflər isə vüsala yetişməyin şərti hesab edirlər. Allah salih bəndələri saf niyyətlərinə görə tərifləyir. Məsələn, Yusuf peyğəmbəri tərifləyir və ona müxləs deyir. Yəni saflanmış. Müxləs kəlməsi feili sifət olub saflaşdırılmış mənasını bildirir. Müxləs sözü ilə müxlis sözü arasında böyük fərq var. Məsələn, müxlis sözü ötəri sədaqəti olan insana deyilir. Məsələn, dənizdə tufana düşən zaman hər şeydən əli üzülmüş insanlar Allahı ixlasla köməyə çağıraraq imdad diləyirlər. Allahdan kömək istəyirlər. Allah Quran-ı Kərimdə Ənkəbut surəsində buyurur, müşriklər gəmiyə mindikləri zaman dəryada batacaqlarından qorxub ibadəti yalnız ona məxsus edərək ixlasla Allaha dua edərlər. Allah onları sağ-salamat quruya çıxaran kimi yenə də ona şərik qoşarlar.